Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Şerh-ü Sünne Berbahari kitabına devam edirik. Ve müellif buyurur ki Qala Ömer ibn Xattab radiyallahu anhu. Ömer'in radiyallahu anh sözünü getirir. Deyir ki Ömer radiyallahu anh dedi ki La uzra li ahadin fi dalale rakibaha hasabaha hudan. Yani bir kəsin bir zəlalətə düşməsində, yəni onu hidayət zənn edərək zəlalətə düşməsində üzür yoxdur. Yəni adam bir zəlalətə düşür, onu doğru yol hesab edir. Və la fi hudan tarakahu hasabahu dalale. Və la fi hudan tarakahu hasabahu dalale. Və həmçinin hidayəti zəlalət sayaraq ondan üz döndərməyində də ona üzür yoxdur. Fəqad buyyinətil umur, artıq işlər bəyan edilmişdir. Və səbətətil hüccə və hüccət qalxmışdır. Və nqata'atil uzur və üzür aradan qalxmışdır. Bu əsər Ömər radiyallahu anhına gəlir. Amma əsər zəif əsərdir. Çünki inqita var. Yəni isnadda qırıqlıq olduğu üçün əsər zəifdir və sadəcə müəllif bunu burada gətirib və fayda üçün də buradan yəni faydaları oxuyacaq inşallah. Yəni zahirən görsənən odur ki, üzür yoxdur deyir. Artıq hər şey bəyandır, hər şey bəllidir və üzür yoxdur. Bir insanın deyir, haqqı tərk etməsində onu zəlalət hesab edərək, haqqı zəlalət hesab edir, onu tərk edir və zəlalətə düşür. Və yaxud onun əksi, zəlaləti haqq hesab edərək, zəlalətə düşür, haqqı tərk edir. Bunda deyir, üzür yoxdur. Amma fikir verin nə deyir? Artıq deyir, yəni əmrlər, işlər bəyan edilmişdir və hüccət çatmışdır. Biz də deyirik, bir kəsə hüccət çatıbsa, yəni ona haqq bəyan olubsa, haqqı tərk eləmək ona üzür deyil. Üzür kimədir? Ona hüccət çatmayıb, ona bəyan olmayıb, ona gəlib çatmayıb. O adam üzürlüdür. Amma ki, kiməsə ki, gəlib artıq haqq çatıb, ona haqq bəyan olunub, dəlillər ona çatıbsa, üz döndərməsi ona üzür deyil. Və şərh eləyən Şeyx Fovzan Həfizəhullah buyurur ki, Lə uzra li əhəd, yəni heç kəsə üzür yoxdur. Çünki artıq deyir, haqq bəyan olub, yəni insana haqq çatıbsa, bəyan olubsa, Quran, sünnə çatıbsa, ona zəlalətində üzür yoxdur. Çünki təqsir onun özündədir. Quran, sünnə çatıb, üz döndərir, yönəlmir, istəmir. Yəni, çünki haqqa yönəlmir, haqqa üz vurmur, həmçinin elm əhlindən soruşmur. Fəddalal cə min qibəlihi fəhuvəlləzi fərrata. Yəni, o zəlalətə düşməyi o özü səbəbkardır ona görə. Quran, sünnə çatıb, elm əhli var, soruş, elm əhlindən soruş. Öz başına iş görmə. Və sonra burada həsəbəhə hudən, yəni o zəlaləti hidayət hesab etmək məsələsində şeyx burada şərh eləyir. Burada deyir, məsələ var, yəni zənn məsələsi. İnsan zənnlə iş görməməlidir. Və neçə-neçə insanlar var ki, olduğu yolu haqq hesab edir, zənn eləyir ki, bu haqqdır. Amma batilin üzərindədir. Allah subhanahu wa ta'ala buyurur ki, onlar haqq yoldan saptırırlar və özlərinin haqq yolda olduqlarını zənn edirlər. Yəni, haqq yolda olduğunu zənn eləyir. Elə bilir ki, özü haqq yoldadır. Və Allahın yolundan saptırır beləliklə. Və ona görə onun özünü haqda saymağı, haqq olmağını zənn etməsi o demək deyil ki, o adam haqq üzərindədir. Haqq nədir? Haqq Quran və sünnədədir. Quran, sünnə və səhabələrin yolu. Haqq buradadır. İnnəhum ittəxazu şeyatinə əvliyəə min dunillahi və yəhsəbunə ennəhum muhtədun. Onlar Allahdan savayı, Allahı qoyub, şeytanları özlərinə dost götürdülər, dost tutdular və elə zənn etdilər ki, onlar doğru yoldadılar. Və şeyx buyurur ki, fikir ver, deyir, şeytanları, yəni insanlardan və cinlərdən olan şeytanları dost tutdular özlərinə, övliya tutdular, Allahı qoyub, və yəttəbi'unəhum və yəhsəbunə ennəhum muhtədun. Və onlara tabi oldular, özlərini də nə saydılar? Haqq saydılar. Onlar haqq yoldadılar.
Və deyir, şeytan heç insana xeyir istəyərmi? Sonra isə buyurur ki, وَمَنْ يَعِشْ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّدْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ. Kim Rəhmanın zikrindən üz döndərərsə, ona şeytanı yönəldərik. Yəni şeytanı ona müsallat edərik və o ona فَهُوَ لَهُ قَرِينٌ. Onunla bərabər olar. Rəhmanın zikrindən üz döndürməyin səbəbidir. Kim üz döndərərsə nədir? Şeytan gəlir. Ona görə Allahı zikr etdikcə, Allaha yönəldikcə, Quran və sünnəyə yönəldikcə mələklər gəlir. Mələklər əhatə eləyir. Şeytanlar uzaqlaşır. Bunun əksi olduqca, insan Allahın zikrini unutduqca, Allahdan uzaqlaşdıqca, zikirdən uzaqlaşdıqca, Quran və sünnədən uzaqlaşdıqca nə baş verir? Şeytanlar gəlir, insanı əhatə eləyir. Şeytanların vəsvəsəsi daha da artır. Şeytanlar musallat olur və mələklər uzaqlaşır. فَهُوَ لَهُ قَرِينٌ deyir, o ona yoldaş olar, həmin o şeytanlar. Sonra nə edir? Həmin o şeytanlar لَيَسُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ. Onları haqq yoldan azdırırlar, onlar isə özlərinin haqq yolda olduqlarını zənn edərlər. Fikir ver, Allahın zikrindən üz döndərmək, Quran və sünnədən uzaqlaşmağın axırı nədir? Şeytanlar insana hücum eləyir, yoldaş olur, o da xeyir istəyən yoldaş deyil. Əksinə nə istəyir? لَيَسُدُّونَهُمْ عَنِ السَّبِيلِ. Haqq yoldan onları uzaqlaşdırırlar. Və haqq yoldan uzaqlaşırlar, amma nədir? Özlərində haqq yolda olduqlarını zənn edirlər. Elə bilər ki, bunlar doğru düzgün yoldadırlar. Və həmçinin müəllifin bu sözünü şərh edir ki, yəni hidayəti tərk eləyib, onu zəlalət hesab edənə. Hidayəti tərk edir, elə bilir ki, zəlalətdir. Və deyir, bu zənnlə iş bitmir. Yəni, zənn etməklə məsələ bitmir. Haqqı tərk eləyir, zənnə görə. Zənn eləyir ki, bu doğru yol deyil, onu tərk edir. Zənnlə tərk eləyir haqqı. Yəni, bunda üzr yoxdur. لَأَنَّ الْهُدَى وَالضَّلَالَ قَدْ بَيَّنَهُمَ اللّٰهُ فِي الْقُرْآنِ. Çünki hidayəti və zəlaləti Allah Teala Quran-ı Kərimdə bəyan eləyib. Və həmçinin Rasul sallallahu aleyhi və səlləm sünnədə bunu bəyan eləyib. Salih sələflərin sirəsində, yəni həyatında bunlar bəyan olunub. Onların əqidələri. Haqq bəllidir. Yəni kim haqqa istəyirsə, haqqı axtarırsa, Quran sünnəyə yönəlməlidir. Və sonra buyurur ki, fəqad buyyinətil umur. Artıq işlər bəyan edilmişdir. Və şeyx buyurur ki, naam, qad buyyinətil umur. Bəli, hər şey bəyan olunub. Lakinnəhə təhtəc ilə bəhs. Lakinnəhə təhtəc ilə bəhs və ilə tələb. Yəni onun lakin təhtəc ilə bəhs axtarışına, tələbinə ehtiyac var. Haqqı axtarmaq. İnsan öyrənməlidir, dinini öyrənməlidir və anlamalıdır, anlamağa çalışmalıdır və elmi alimlərdən almalıdır. La ya'xuz el-ilm an nefsihi əv an mislihi minəl cuhal. Elmi öz başına nətər gəldi öyrənməli deyil və həmçinin mislində olduğu cahillərdən elm götürülməz və həmçinin əvvəl mütəalimin, yəni özünə elm öyrənən şəxsdən elm götürülməz deyir. Və həmçinin kitablardan öz başına insan elm götürməz. Bəl yəxuzəl ilm an əhlihi. Elmi əhlindən götürməlidir. Çünki bu elm tələqqi yolu ilə gəlib alimlərdən. Tələqqi nədir qardaşlar? Tələqqi, misal üçün, Quranın qiraətləri tələqqi ilə gəlib, yəni oxunuşla. Yəni, biri Quranı əzbərləyəndə öz müəlliminə oxuyur. Qari öz müəlliminə oxuyur. Düzdür? O da dinləyir, səhvlərini ona bəyan eləyir, xatalarını ona izah eləyir. O da öz müəllimi də öz müəllimindən götürüb. O da öz müəllimindən. Yəni qiraətlər nətər gəlib çatıb? Tələqqi deyirlər buna. Və gedir çatır Peyğəmbər sallallahu aleyhi və səlləmə qədər. Həmçinin bu elm də deyir, alimlərdən gəlib. Qədimdən Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra səhabələr, sonra tabinlər, sonra onlardan sonra gələnlər, belə gəlib bu günümüzə kimi tələqqi yolu ilə, alimlər vasitəsilə gəlib günümüzə çıxıb. Ona görə şeyx buyurur ki, yəni elm tələqqi yolu ilə gəlib, alimlərdən götürülür. Fəl-ilmu ittələqqi deyir.
Və leysə bil əxz minəl kutub. Yəni kitablarla deyil, tələqqi yolu ilə gəlib elm. Əl-kutub innəmə hiyə ədəvat. Kitablar nədir? Sadəcə vasitədir, vasitələrdir, ədəvatlar, sənə yardımcı olan, belə deyil, instrumentlər ki, sənin işivə bir növ yardımcı olsun. Amma tam olaraq kitaba etimad edib, yalnız elmi kitabdan götürmək, bu düzgün deyil. Çünki kitabda elə məsələ gələ bilər ki, elə bir cümlə gələ bilər ki, o cümləni sən səhv anlaya bilərsən. Xüsusən də bu təkfir məsələlərində, küfür məsələlərində gəlir küfür. Filan əməl kafir, küfür sözü. Halbuki baxırsan, araşdırırsan, o küfür nədir? Dindən çıxaran kiçik küfürdür. Amma insan onu böyük küfür zəndirəyərək insanları təkfir edir. Və burada şərtlər var. Ona görə bu məsələləri ehtiyac var necə götürəsən? Alimlərdən. Yəni izah eləyən, bəyan eləyən elm əhlinə ehtiyac var. Və buyurur, fəhiyyə ədəvat fəqat lil-bəhth yəşrəhuhəl uləmə. Bunlar yəni vasitələrdir. Bu vasitəni şərh eləyir kimlər? Alimlər. Və əmmə vusul iləl haqq fəhədə yuxaz an əhlil ilm. Yəni haqqa çatmaq elm əhlinin yəni vasitəsi ilə olunur. Və yurva anhum və onlardan rəvayət olunur. Sonra buyurur ki, və səbətətil hüccə və enqata'atil uzur. Və enqata'al uzur. Yəni hüccət çatıb və üzür aradan qalxıb. Müəllifin bu sözünü Şeyx Fovzan şərh eləyir. Çünki müəllifin yaşadığı dönəm neçənci il idi? Müəllifin vəfat ili keçən dərs dedik. Əl-Bərbahari neçənci ildə vəfat etmişdi? Keçən dərs dedik. Hicrətin 328 və 329-cu il ixtilaf var. Yəni qədim alimlərdən olub. Elmin yayılan vaxtıdır. Yəni cəmaat hədis rivayət eləyir, cəmaat elm yayılan vaxt, indiki vaxt kimi biraz çətin vaxt deyil. Və onun zamanından danışır söhbət. Artıq o müəllif ona görə gətirir. Və bu sözü deyən və səbətətil hüccə isnad olunur kimə? Ömərə. Ömər radiyallahu anh. Sahabələrin dövrü, tabiinlərin dövrü. Elə deyilmi? Tabiinlərin dövrüdür. Hüccət çatıb, yəni üzür yoxdur. Zaten biz də onu deyirik. Hüccət çatıbsa üzür yoxdur. O zaman da sahabələrin dövrü, tabiinlərə hüccət çatmışdı. O ayrı məsələdir. Müəllifin vaxtı da həmçinin. Ona görə deyir ki, məli əhədin üzür, heç kəsə üzür yoxdur. Fəhədəd-din sanəhullahu minət-təhrif və-təğyir. Allah Teala bu dini təhrifdən, dəyişikliklərdən qorumuşdur. Haqq, yəni bəyan olunubdur. Orada başqa bir şeylər yoxdur. Xilafən lil-uməm səbiqə və innəhə ləmmə talət aleyhimul əməd hərrəfu kutubəhum və qayyəruhə. Yəni, keçmiş ümmətlərə nəzər salsaq, kitabları təhrif olunub. Elə deyilmi? Onların, Allah Teala Quranın kərimdə buyurur ki, uzun zaman keçdi. Onların rəsullardan sonra uzun zaman keçdi. Yəni, onlar dinlərini təhrif elədilər. Və o zaman haqq batilə, batil haqqa qarışmışdı. Amma bizim, Allah Subhanahu taala rəhmətindən, bizim ümmətdə, əlhəmdülillah, Quran-ı Kərim təhrif olunmayıb. Quran-ı Kərim, Allah Subhanahu taala Quran-ı Kərimi qoruyub. Vadih, yəni aydındır. Haqq bəllidir, Quran-ı Kərim gəlib çatıb bizə, olduğu kimi. Və həmçinin sünnəni də Allah Teala qoruyub. Alimlərin səbəbi ilə. Yəni, hədislər də səhih, zəif, uydurma, hamısı, əlhəmdülillah, bəyan edilib. Səhih hədislərin şərtləri var. O şərtləri də alimlər qoyub, o şərtlərlə qəbul edirik. Həmçinin həsən hədis nədir, zəif hədis nədir? Yəni, hər hədis də qəbul edilmir, təbii ki. Hədisin nədir? İsnadına baxılır, mətninə baxılır, ravilərə baxılır. Əlhəmdülillah, bu səbəblə də Allah Teala öz dinini qoruyub. Çünki əvvəlki dərsimizdə keçdik ki, İslam sünnədir, sünnədə İslamdır. Yəni, heç biri bir-birinsə olmur. Bir-biri olmazsa digəri olmaz. İslam elə sünnədir, sünnədə elə İslamdır. Və Allah Subhanahu wa Taala İslamı qoruyur. Sonra müəllif buyurur ki, قال المؤلف رحمه الله وذلك أن السنة والجماعة قد أحكم أمر الدين كله وتبين للناس فعلى الناس الاتباع. Ona görə deyir, sünnə və cemaat, yəni artıq dinin bütöv dini tamamilə nədir? Əhatə etmişdi, tənzimləmişdi. Və insanlara bunu bəyan etmişdi və insanlara qalan nədir? Tabe olmaq, əməl etmək.
Əlhamdülillah, din gəlib çatıb. Nətər var? Gəlib çatıb. Quran, sünnə, sahabələrin fəhmi, alimlər bunu izah edib. Bizə hər şey izah olunub, əlhamdülillah. Qaranlıq bir şey yoxdur. Əqidəmiz bəllidir. Bizə çatan nədir, qardaşlar? Əməl eləmək. Və Şeyx Fovzan şərh edir bu məsələni. Deyir ki, İşar ilə mə səbəqə minəl hədis alə lüzum tariq əhl-i sünnə və cəma. Yəni, burada müəllif işarə edir ki, yəni, əhl-i sünnə və cəma, yəni haqq əhlinin, əhl-i sünnə və sünnə üzərində olan cəmaatla gedmək lazımdır. Yəni, Allah subhanahu wa ta'ala buyurur ki, وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Hamınlıqla birlikdə, hamınız Allahın ipindən yapışın və parçalanmayın. وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Yəni, cəm olunun haqq üzərində, firqələrə bölünməyin, ixtilaf etməyin. Əl-ləzīnə fərrəqu dinəhum və kənu şiə. Və sonra Allah Teala buyurur ki, yəni, o kəslər ki, dinlərini parçaladılar və firqələrə bölündülər. Nə deyir? Lestə minhum fi şey. Lestə minhum fi şey. Yəni, sənin, yəni onlarla heç bir əlaqən yoxdur. Dinlərini parçalayıb firqələrə bölünənlərə. İnnəmə əmruhum ilallah. Onların işi Allahadır. Sümmə yunəbbiuhum bimə kənu yef'alun. Sonra Allah onların etdikləri, əməlləri onlara xəbər verəcəkdir. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, sizlərdən çox yaşayan, çoxlu ixtilaflar görəcəkdir. Fəaleykum bi sünnəti. Yəni, sizə tövsiyə edirəm, mənim sünnəmdə olun, yəni sünnəmdən yapışın. Mənim yolumu tutun, gedin. Allah Rəsulu sallallahu aleyhi ve sellem bəyan edib, ixtilaflar olacaq. İxtilaflar həmişə olub, olacaqdır. Yəni, bu belədir. Çünki Allah Rəsulu sallallahu aleyhi ve sellem xəbər verib bunu. Və Allah Rəsulu sallallahu aleyhi ve sellem dua edib. Allahdan istəyib ki, ümmətim bölünməsin. O duası qəbul olunmuyor. Və sonra Allah Rəsulu sallallahu aleyhi ve sellem deyir ki, yaxşı, Allahdan ikinci nə istəyib? Ümmətimi bir anda məhv eləmə. Yəni, ümmətimi bir anda məhv olmasın. O duası qəbul olunur. Haradasa hər hansı bir müsəlmanlara yəni, zülm oluna bilər, müsəlmanlar qırıla bilər. Amma bütövlüklə müsəlmanları yer üzündən silmək, məhv eləmək mümkün deyil. Bu mümkün deyil. Amma firqələrə bölünməkdir, sonra parçalanmaqdır, ixtilaflardır. Bunun qarşısını almaq olmur. Bu mümkün olan bir şey deyil. Bu olacaq. Sadəcə biz nə etməliyik? Bizə Allah Rəsulu sallallahu aleyhi ve sellem yol qoyur. Deyir, məndən sonra sahabəyə deyir, sahabələrinə deyir ki, məndən sonra çoxlu ixtilaflar görəcəksiniz. Yol da göstərib. Nədir o yol? Fəaleykum bi sünnəti. Və sünnəti xulafəir raşidin, əl-mehdiyyin. Yəni, sünnəmlə tutun. Yəni, mənim yolumla gedin. Rəşidi xələfələrinin yolu ilə gedin. Başqa bir hədisdə, indi onlar gələcək hamısı, sahabələr soruşur ki, yəni, nə eləyək, necə eləyək? Yəni, ya Rasulallah, hansı yol haqdır, o barədə sual verirlər, Allah Rəsuluna soruşurlar. Yəni, necə eləyək, biz azmayaq? O yol nədir? Və Allah Rəsulü sallallahu aleyhi ve sellem deyir ki, mənim və sahabələrimin yolu olduğu bu yol. Yəni, onun üzərində olun. Şeyh buyurur ki, yəni, haqq olan yol nədir? Haqq nədir? Allah Rəsulü sallallahu aleyhi ve sellem sünnəsindən gedmək, yolu ilə getmək, sahabələrin əqidəsində olmaq, həmçinin həm əqidə məsələlərində, həm ibadət məsələlərində, müamilə məsələlərində, həmçinin əxlaq məsələlərində, ədəb məsələlərində tək bir şey götürüb digər şeyləri tərk eləmək yox. Əqidəni götürürsənsə, qardaş, Peyğəmbər sallallahu aleyhi ve sellem yolunu gedirsənsə, çalışırsansa əqidə məsələsində nə olmalısan? Əxlaqın da gözəl olmalıdır, ədəbin də gözəl olmalıdır. Ədəbdə də onlardan ibrət almalısan, ədəbdə də onların yolunu getməlisən, əxlaqda da, müamilə məsələlərində də. Və humul firqatun naciyə. Yəni, onlar kimlərdir? Yəni, qurtuluşa varan firqə. Çünki Allah Rəsulü sallallahu aleyhi ve sellem bəyan edib ki, ümmətim 73 firqəyə bölünəcək. Bilirsiniz hadisi. Və nə deyir? Hamısı oddadır birindən başqa. Və o haqda soruşanda sahabələr nə deyir? Mənim və sahabələrimin olduğu yol. Yəni, onlar qurtuluşa varanlardır. Allah Rəsulü sallallahu aleyhi ve sellem sünnəsi ilə gedənlərdir. Sahabələrin yolu ilə gedənlərdir. Və ona görə kim bu yolla gedərsə artıq uğur qazanmışdır. Allah Teala buyurur ki, فَمَاذَا بَعْدَ الْحَقِّ إِلَّا الضَّلَالِ. Yəni, haqdan sonra yalnız azğınlıq vardır. Yəni, haqqı tərk elədinsə nə var? Azğınlıq var. فَمَنْ تَرَكَ الْحَقِّ وَقَعْ فِي الضَّلَالِ. Kim haqqı tərk eləyərsə,
Haqqı tərk elədin, durduğun söhbəti yoxdur. Haqqı tərk elədin, yəni düşürsən zəlalətə. Vəl-haqqu huve ma aleyhi əhl-i sünnə vəl-cəmaə dunə qeyrihim. Haqq da nədir? Yalnız əhl-i sünnə vəl-cəmaədir. Əhl-i sünnə vəl-cəmaə nədir? Kimlərdir? Peyğəmbər sallallahu aleyhi və səlləm yolunu gedənlər, səhabələrin yolunu gedənlər.